Sovyetlar Kuboku'nun Bremen mərhələsinin ikinci yarımfinalında qarşınızdayıq və ikinci yarımfinalın komandalarını dəvət edirik. Yenikent komandası Əksərov Aysin, Mustafa Yedakülər, Yahya Yedihar və komanda kaptanı Şahbazov Səlim. Mirzə Rəhmət Sağcılarının ilk sarıqlaması məktəbinin ikinci komandası Əminov Mehdi, Əhməzadə Rəsul, Abdullazadə İran, Məhəmmədi İnayə və komanda kaptanı Rüstəm Nizat. Diqqət, döyüşə başlayırıq. Birinci sual, bir xalqın əlini oynanılır. Pablo Picasso'nun sözlərinə görə onun əsərlərinin ən böyük vurğunu kimi idi? Vaxt. Suala götürək. Bu suala Əhməzadə Rəsul cavab verir. Əhməzadə Rəsul işləyək. Ona bilər ki, Pablo Picasso'nun özü. Pablo Picasso'nun özü. İkinci sual, bir xalq əyərəklər. Viktor Hugo'nun fikrincə, yoxsulluq inqilaba gətirir. İnqilab isə ona. Nəyə? Vaxt. Aha, Gülşər komandası ilk saniyə. Səyid, suala ki cavab verir. Suala Əkbərov Aysi cavab verir. Əkbərov Aysi, sualı. Yoxsulluq azalmasına bir xalq əyərəklər. Fikirlərlə davam edilir. Emanuel Kant'ın fikrinə görə iki növ yanılma mövcuddur. Birincisi, hər şeyə inanmaq. Bəs ikincisi, var. Ana, bir dəqiqə, komanda öz düyməsindən 5 oyunu çıxır. Yenikent komandası düyməsindən 5 oyunu çıxır. Suallar cavab vermə növbəsi keçir Sabir komandasına. Mənim bizədə olsa xala 60 saniyə deyə qoyarsan. Sabir komandası sualının cavabını bildirsin. Ben bu suala yenə Əhməzadə Rəsul cavab verir. Komanda sən cavab verib Əhməzadə Rəsul yetirəcək. Ona bilər heç nəyə inanmıram. Heç nəyə inanmamaq sualı düzgündür, cavabı düzgündür. Sizin sizə diqqət, sözlərlə davam edirik. Lana Ternerin sözlərinə görə uğur kazanmış kişi onun xərcləyə biləcəyindən daha çox pul qazanan kişidir. Kimin? Vaxt. Sabir komandası suala ki cavab verəcəyinizə. Yenə Əhməzadə Rəsul. Yenə Əhməzadə Rəsul. Qazımı. Daha dəqiqləşdir. Yoldaşı. Həyat yoldaşı. 3-1 Sabir məktəb komandası öndədir. Sən hələ ki 4 xalqa qarşılıqlarda gözləyəcəksin. Növbəti sual, uğur kazanmış kişi arvadı xərcləyə biləcəyindən daha çox pul qazanan kişidir. Bəs uğur kazanan qadın kimdir? Vaxt. Sabir komandası. Bu suala Minayə Məhərrəmi cavab verir. Minayə, işlə Minayə nə? Söndür tez. İşləyir. Onun həyat yoldaşı. Həyat yoldaşı, bizə yəni. Sualı. Onun əri. Fikri dəqiqləşdirsin oldu. Fikri əsaslandırmağa çalış, görünməli istəyirsən. Yəni ki, uğur qazanan qadının əsas uğuru onun əri yoldaşı. Bu sual düzü cavab qəbul edilməli deyil. Əgər ki, saniyə imkanı olmasın, mən lazım. Suala özünü cavab verəcəm. Sual təkrarlamaq cavab. Ərinin pullu olması. Necə? Ərinin pullu olması. Ərinin pullu olması. Belədir, həmin kişini tapan qadın, həmin kişini, o pul qazanacaq, onun vəziyyətini çox pul qazanan kişini tapa bilən qadındır. Növbəti sualın nəyə vaxtı çıxal, bu suala imkan tamamı düz cavab verməklə hesabı bərabərləşdirə bilər. Diqqət, sual.
gözə görünməz olsa da unudulmaz və bənzərsiz aksesi vardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Vaxt. Gerçək komandası sual düşür. Ətri. Ətrin cavabı sizə tez alıb yardım etməyəcək. 3 sual qalırsan. 2 sual. Diqqət sual. Bir xal dəyərində həlldir. Bir xal. Müəmmər Qəddafiyə aid olan yaşlı kitabı tənqidçilər çox vaxt bu gilə meyvə ilə müqayisə edirlər. Hansı gilə meyvə ilə? Vaxt. Sualınızı cavab verəcəm. Bəlkə bu incirdir. İnci cavabı səhvdir. 58 saniyə. Əncil cavabı səhvdir. 58 saniyə bax. Gençlər numarası. Zəhmət sual mənim üçün təşəkkür. Sizin üçün sual təkrar edirəm. Səyyid, Müəmmər Qəddafiyə aid olan yaşlı kitabı tənqidçilər çox vaxt hansı gilə meyvəyə müqayisə edirlər? Qarpız mı? Qarpız, çünki o sualda o kitab yaşlıdır, içəsi qırmızı rəngədir. Növbəti sual, bu sualdan sonra sən komandada verdirsən və həm 1947-ci ildən SSR-i Rusiya Milli Federal Akademiyasının rəhbəri olmuş görkəmli alim Karpinskinin şərəfinə qızıl medal təhsil etdilər. Karpinskinin doğulduğu ili deyil, vaxt. Səyyid, təkrarlamaya nəz var? Yox, sən kimin bir soru cavab verir? Ver. Mesela sən kimə? Gülər. Sual təkrarlamaya nəz var, yoxsa yox? Sualı təkrarlayayım sən, yoxsa yox? Cavab. 1847-ci il, bəli, onun 100 illiğini gəldi. Və komanda peki hesablarından növbəti sual bir xal dəyərindən. Sa, re, ga, ma, a, xa, ni, sa. Bu Hind dilindən. Bunun ən azı ilk üçünü bizim bildiyimiz formada deyil. Vaxt. Gençlər. 1-2-3 cavabı səhvdir. 57 saniyə var, sağ vermək gerekir. Bu sualı... Son bir soru. Tez var. Bəli. Sa, re, ga, ma, a, xa, ni, sa. Bu Hind dilində. Bunun ən azı ilk üçünü bizim bildiyimiz formada deyil. Musiqi tonları. Bunun ilk üçünü bizim bildiyimiz formada deyil. Do, re, mi. Do, re, mi. Növbəti sual bir xalq dəyərində. Al. Meksikalılar bu zaman Bueno, yəni yaxşı deyirlər. Almanlar öz soyadlarını səsləndirirlər. Yapanlar Mosi deyirlər. Biz nə deyirik? Vaxt. Bu sualı Mehdi cavab verir. Gedən xeyir qaldı. Evet. 52 saniyesi farklı yöntemler için.
Sağ ol. Mən almalıyam. Ama ne öyle telefonda bağlı ne kadar sağlıklıya yakın ki kalmam lazım. Usuliski'nin 4 arzu əsərində təbiət ruhunu olan Milua adlı qəhrəman 4 şeyin daimi olmasını istəyirdi. Nələrin? Vaxt. Salih, bir saniyə qalma səs alfayəsi işlərsini itirəcək. İkinci oldu. Sonra rəssam məzarda verir. Mikrofon bizə. O, su, yer, torpaq. Kamera sizi itirir. Böyle itirir. Belə olanda kamera Sual, səhib ikinci oxuyam sualı. Suala kim cavab verirsən? Fəsilləri. Yəni? Fəsilləri. Yəni? Yaz, yay, payız. Yaz, paylaşın. Və iki xanımları bu döyüşdə qalib etməyə kifayət edir. Yeniçən komandası binalardır. Almışlayır. Təbriklər. Almışlayır. Təbriklər. Və nəhayət böyük yarışın son anına gəlib çatdı. Ümumilikdə 56 komandanın iştirak etdiyi bu yarışda finala 2 komanda Yenikənd və Rizə Qəşqabı məktəbinin bir saylı komandası dəstək qazanırlar.